Akıl Bakdatı kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin nağılı Çəhrayı Qələmqabı. Biri var idi, biri yox idi. Rəngarəng bir sinifdə oxuyan Rəhimə adlı balaca bir qız var idi. O sinifin 3-cü partasında otururdu. Rəhimənin çəhrayı rəngli gözəl qələmqabısı var idi. Bu qələmqabının içində bir neçə rəngli karandaş, həmişə sakit duran bir göy qələm, bir qələm yunan, bir xətkeş və bir dənə də yumru küncləri olan kiçik pozan var idi. Rəhimə ona şirin pozan deyirdi. Amma qələmqabıdakı dostları ona paxıl pozan deyirdilər. Çünki uşaqlar rəsmlə məşğul olanda karandaşlar şənlik edirdilər. Hamı işləyirdi, sevinirdi. Amma pozan bir kənarda uzanıb tavana baxır və deyinirdi. Yalnız karandaşlar xoşbəxtdir. Yalnız onlar əylənirlər. Məni isə ancaq səhv olanda çağırırlar. Niyə məni heç vaxt birinci seçmirlər? Pozan o qədər deyinirdi ki, bütün karandaşlar artıq yorulmuşdular. Bir gün məktəbdə rəsm dərsi idi. Müəllim dedi: "Uşaqlar, istədiyinizi çəkin. Ən gözəl rəsmləri seçib sinifin divarından asacağam." Uşaqlar bunu eşidib çox sevindilər. Hamı böyük həvəslə rəsm çəkməyə başladı. Rəhimə də qələmqabını açıb rəngli karandaşlarını çıxardı. Rəngli karandaşlar sevinclə işə başladılar. Amma pozan yenə kənarda qaşqabaqlı halda dayanmışdı. Birdən onun ağlına bir hiylə gəldi. Rəhimənin çəkdiyi günəşin bir hissəsini sildi. Sarı karandaş bunu görüb qışqırdı. Ay aman, günəşim niyə pozuldu? Pozan dərhal qələmqabının arxasında gizləndi. Amma bu bir dəfə olmadı. Həmin gün pozan bir neçə dəfə gizlincə nələrisə pozdu. Sonra da hər dəfə Rəhimə onu istifadə edəndə gizli-gizli sevindi. Amma ürəyinin dərinliyində qəribə bir sıxıntı var idi. Elə kimsə ona etdiyi hərəkətin düz olmadığını deyirdi. Pozan bu sıxıntıya əhəmiyyət vermədi. Nəhayət dərs bitdi. Rəhimə rəsminə baxdı. Rəsmdə boşluqlar var idi. Göyün bir hissəsi silinmişdi. Günəş ləkələnmişdi. Rəhimə kədərləndi. Artıq bu rəsmi divara yapışdırmaq istəmirəm. Pozan bunu eşidəndə ürəyi sıxıldı. O gecə pozan rəngli karandaşların yanında olmaqdan utandı. Kənarda gizlicə ağladı. Mən yalnız sevilmək istəyirdim, amma Rəhiməni incitdim. Qırmızı karandaş onun pıçıltısını eşidib dedi. Pozan, ağlama, sən çox lazımlısan. Biz səhv etsək, bizi yalnız sən xilas edirsən. Yaşıl karandaş da dedi. Biz ən gözəl rəsmləri çəksək də, sən olmasan səhvlər düzəlməz. Pozan təəccüblə dedi. Doğrudan belə düşünürsünüz? Hamısı cavab verdi. Bəli, sən səhvləri düzəldən qəhrəmansan. Pozan gülümsəyib dedi. Bundan sonra yalnız lazım olanda işləyəcəm. Gizlincə heç nəyi silməyəcəm. Növbəti rəsm dərsində Rəhimə yenə rəsm çəkirdi. Pozan bu dəfə yalnız lazımlı yerdə kömək etdi. Sonda rəsm çox gözəl alındı. Müəllim dedi. Afərin sənə Rəhimə, sənin qələm qabındakı dostların əsl komanda kimi işləyirlər.
Rəhimə gülümsəyib qələmqabına baxdı. Siz ən yaxşı köməkçilərsiz. Bunu eşidən Pozan ilk dəfə ürəkdən xoşbəxt oldu. Bəli, əziz balalar, ən gözəl xoşbəxtlik dürüst davranışdan meydana gələr. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.